miqdarda dollar, 100 min, 120 min dollar məbləğində pulla qayıtdıqlarını bilirdim və bunu da dostumla bölüşmüşdüm. Dostuma məlumat vermişdim ki, biz artıq düşmüşük. Təxminən bir 2-3 saat ərzindən sonra biz həmin birinci ünvanda olacaq. O da həmin vaxtda orada bizi gözləyirdi. Maşını tərk etdikdən sonra özü gəlib pulları götürmüşdü. Daha sonradan maşında 120 min dollar olduğunu bildik.